Bugün yenidən qonağınızam. Avtovlog olaraq yenidən sizlərlə bərabərəm. Gəlin avtomobilimizi birlikdə sevək. Bugünkü qonağım Həvva Səfərovadır. Hamısı Ninja Mama olaraq tanıyır Həvvanı. Həvva ilə mövzumuz qadın, ailə, texnologiya və avtomobil olaraq olacaq. Çünki belə deyim, ilk sualımdan başlayım ki, Həvva, hər zaman səni çox enerjili tanıyırıq. Yəni belə enerji dolu, Ninja Mama olaraq. Bəs bu enerji avtomobildə, yollarda necədir səndə? Yəni çünki o postlarından da və s. də bilirəm, amma özünün dilindən də eşitmək çox xoş olar. Çox təşəkkür edirəm Sevinc öncəliklə dəvətin üçün. Çox gözəl sualdır. Avtomobil arxasındakı Həvva məncə çox daha başqa bir Həvvadır. Orada başqa bir mod keçir, 10 rejiminə keçir və sükan arxasında sanki biraz daha yollara adaptasiya olmuş bir Həvvadır. Mənim bir müəllimim var idi. Mən 18 yaşından maşın sürürəm. 15 ildir yollardayam, necə deyirlər. Və mənə sürücülüyü, mən bu arada 06 maşından sürməyi öyrənmişəm. Yəni indiki kimi avtomat rejimdə olan maşınlarla öyrənmişəm. 06 ilə öyrənmişəm mən maşın sürməyi və mənim müəllimim hər zaman deyirdi ki, qaydanı bil. Amma tam qayda ilə getmə. Tam qayda ilə getsən səni vuracaqlar hər dəfə. Və çox şükürlər olsun ki, bu yaşıma qədər bir dəfə belə məndən qaynaqlanan bir avtoqəza olmayıb. Avtoqəzalarımın hamısı da cəmi 2 dəfə olubdu zaten bu 15 il ərzində. İkisi də qarşı tərəfin hədsiz bir qayda pozuntusuna əsasən olubdu və onlardan da danışarıq. Belə deyim, avtomobil məsələsində hər kəs rahat, modern, belə bir təzər axtarır. Yəni qadınlar belə deyim də daha çox axtarır ki, mən rahat gedim və s. Deyirsən ki, 06 ilə başlamısan sürməyə, amma səndə tam fərqlidir. Çünki marketinq sektoru, uşaqlar, ailə, hər zaman bu modernmi, yəni necə, yəni belə deyim, daha çox rahatçılığın sənin üçün önəmlidir, yoxsa göstəriş tərzi? Ümumiyyətlə mənim üçün maşında rahatlıq çox daha önəmlidir. Göstəriş ikinci plandadır və göstəriş ümumiyyətlə mənim həyatımda çox da belə rol oynamır. Çünki zaten mənim kriteriyalarım elədir ki, maşın seçimində istər-istəməz o kriteriyaları tamamlayan maşın göstərişli maşın olur. Amma burada belə bir məsələ var ki, mənim rahatlığım başqasının zövqünü oxşamamalıdır. Yəni, misal üçün, mən Çin maşını sürürəm və orada ən birinci fokuslandığım detallar var idi. Deyək ki, mütləq ki, panoraması olmalıdır, panoramik view mənzərə olmalıdır. O olmasa mən bu maşına niyə bu qədər pul verim? Ya da mütləq ki, yığcam bir maşın olmalıdır. Çünki Bakı küçələrində iri maşınlarla sürüş çox təhlükəli və narahat edicidir. Yəni, hər küçəyə girə bilmirsən və s. Daha sonra uşaqlarla məsələsinə gəldikdə, uşaqlar üçün xüsusi bu, indi demək olar bütün maşınlarda var, amma mən maşın alanda çox maşında yox idi ki, avtolok funksiyasının qarşıdan idarə olunması kimi detallar var idi ki, uşaqlar onu rahatlıqla aça bilsin, aça bilməsin və s. nüansları və eyni zamanda da avtokresloların rahat yerləşməsi, o yerləşən zaman uşaqların orada necə olması falan. Yəni, balaca maşın dediyim zaman da çox da belə lap balaca maşın da nəzərdə tutulur. Yəni, çünki uşaqlarla da sən səyahətə çox gedirsən. Eynən, komfort çox önəmlidir. Həm avtomobillə, ona görə də o komfort daha çox önəmlidir. Orada komfort çox önəmlidir və bir də əsas məsələ funksionallığı. Və nəzərə alaq ki, oğlan uşaqları da daha maraqlıdırlar avtomobilə ki, nədir, nə deyil, o knopkalara və s. onlara daha maraqlı gəlir. Ümumiyyətlə, o yaşdakı uşaqların hamısında o maraq var knopkalara qarşı ki, görün bunu eləsəm nə olacaq, onu eləsəm nə olacaq. O da, məsəl üçün, mənim seçdiyim maşında arxada demək olar ki, yoxdur. Bu da çox gözəl bir şeydir. Bəs Azərbaycan qadınları avtomobillərdə, yollarda nə gözləyir? Daha çox rahatlıqmı, azadlıqmı? O keçən dəfə də maraqlı olan mövzumuzda da demişdim ki, bəzi qadınlar yolda sıxışdırılmalardır və s. bəylər tərəfindən çox olur. Çünki mənim vloqum daha çox qadınlara maraqlı gəlir ki, yəni yollarda o azadlığımız varmı, yoxmu? Sevinç, mən buna deməzdim biz sıxışdırılırıq. Mən buna daha çox təcrübəsizlik deyərdim. Əgər bir insan yolda sıxışdırılırsa, sükan arxasında belə deyək də, maşını sıxışdırılırsa, daha doğrusu özü yox, mən burada daha çox təcrübəsizlik detalını görürəm.
Çünki səni sıxışdırdığı zaman sənin seçimin var. Ya kənara çəkilmək, ya sən də onu sıxışdıracaqsan. Qayda əks qaydaya bərabərdir. Ya da ki, belə deyim də, sən təcrübəsizsən ki, bu səni çox narahat edir. Məsəl üçün, mənim şəxsi təcrübəmdə dəfələrlə olub ki, məni sıxmağa çalışır. Amma bu qadın ya kişi olduğuna görə eləmir. Bunu səbirsiz olduğuna görə edir. Bizim sürücülərimiz siqnalı basmalı. Eynən, bizim məsəl üçün siqnalı basır, verirəm sağa, açıram pəncərəni, deyirəm nə olub? Sür də, deyirəm o birisi maşının üstünə hoppanım. Tıxacdayıq biz. Tıxac nə deməkdir? Deyirəm sür də, niyə sürə bilmirsən? Və keçirəm arxasına və başlayıram onun eynisini elədiyini eləməyə. O mən də eləyirəm. Daha sonra nə edir? O qoşa işıqları yandırır ki, üzr istəyirəm. Zəhrimar. Eləməzdin də bunu. Və görsən indi eynisini sənə yaşadıram. Görsən necə pis hissdir bu. Görsən necə adam dəli olur. Yəni empatiya duyğusu bizim insanımızda yoxdur. Minimumdadır. Hamı tələsir. Niyə tələsir? Çünki heç kim planlı deyil. Səbirsiz deyil. Heç kim planlı deyil. Belə deyim də, məsəl üçün, nə 12-də olmalıyam. 12-nin yarısından çıxır evdən. Ay qardaşım, sən Bakıda yaşayırsan. 11-dən çıx da bu evdən də. Yəni 12-nin yarısından çıxır evdən, sonra da deyir ki, tələsirdimi? Yollar da bərbad günü. Yox, yollar həmişə bərbad gündədir. Yəni sağ olsun ayna. Bildim elə aynaya gəlirik. Sağ olsun ayna. Yəni düzəltmək əvəzinə daha da bərbad edir. Yəni mən 4 il əvvəl Buzovnadan Bakıya uşaqlarımın məktəbinə 30 dəqiqəyə gəlirdim. Mən bugün 5 dəqiqə qələt eləyib geç çıxım evdən. 90 dəqiqədən tez çata bilmirəm. Hələ 90 dəqiqə yaxşıdır. Yəni hələ yaxşıdır, hələ biraz açıqdır. Yəni niyə bağlıdır? Necə bağlanır? Necə olur bir anda açılır? Nə itirirlər, nə yaddan çıxır, təzədən başlayırlar. Deyim də sənə nə olur? O qədər ki sistemsizdir. Azər işığın Azər yoldan xəbəri yoxdur. Azər sunun Azər yoldan xəbəri yoxdur. Azər yolun bunların heç birindən xəbəri yoxdur. Biri qazır, o birisi deyir, mən orada su xətti çəkəcəydim. Yadımdan çıxdı, təzədən başlayır. Amma mən bu il büdcəm yoxdur. Mən büdcəm gələn ildir. Mən gələn il çəkəcəm. Sən bu il elə qaz bitir. Sonra biz təzədən yenə qazırıq. Sonra təzədən yenə. Çünki müştərək deyil. Necə ki biz insanlar olaraq, bax bir nəfər biznes qurur. O birisi nəfər onu dəstəkləmir. Deyir, mən ondan daha yaxşını quracağam və gedir o da biznes qurur. Ya da ki, mən indi biznesimin təcrübəsində, mən məsəl üçün biznesimi artıq franchise modelinə keçirirəm. Və adam zəng eləyir, görüşə gəlir və deyir ki, olar deyir, mən onun adını sizin brendinizin adı yox, öz adım qoyum. Bu franchise modelin adı nədir? Standartımı satıram, brendimi satıram da sənə. Adı satıram da. Adı satıram. Yəni sən bu nəyin egosudur? Sən bir hələ bir hoppan, sən bir hələ bir yarat, sən bir hələ bu təcrübədən nəsə öyrən. Sonra get yenə yarat da. Ona görə bu vəziyyətdir. Düzdür, yəni o yollar baxımından da mən də çox razıyam ki, adi avtomobil yolları 2 zolaqlı yoldursa, bir zolağın vermiş avtobusa birində maşınlar gedir və tıxac yaranır. Bu da çox bərbad bir haldır. Avtobusa verək. Əgər avtobus hər yerdən keçirsə, məsəl üçün Buzovnadan cəm bir avtobus xətti var. Və elə yol var ki, avtobus həmin vaxtları heç oradan keçmir. Yəni amma o yola girmək olmur. Girdiyim vaxtda da 100 manat cərimədir. Baxırsan ki, yəni haqsızdır axı bu yol. Boş yoldur da. Yəni gün axşamın saatın limitdə həmin yola sal olun. Eynən. Amma yox, bütün gün o 100 manatı bir cərimə sistemimiz var ki, mən bundan cərimə almalıyam. Mən bundan bağlı 9 aydır ayna ilə savaşdaydım. Keçən ilin dekabr ayından, artıq 12 ay. Bu biz dekabra yaxınlaşırıq. Dekabrdayıq daha doğrusu. Mən ayna ilə savaşdaydım. Zəng elədim ki, mən istəyirəm ki, mərkəzə avtobus xətti açılsın. Yəni sənin qəbul elə ki, bu ölkədə, bu şəhərdə mərkəzin Koroğlu deyil. Koroğlu qovşaq deyir səni, amma hara qovşaqdır bu Koroğlu? 28-ə qovşaqdır. Yəni sən Hövsandan əgər bugün 3 fərqli istiqamətə qovşaq təşkil edirsənsə, sən bunu Buzovnadan da təşkil etməlisən və sən qəbul eləməlisən ki, sənin əhalin artır. Sən 5 il əvvəlki əhali sıxlığın yoxdur. Sən bunu qəbul eləmirsən. Və sən deyirsən ki, avtobus xəttləri dövlətin tam əlində deyil. Buna MMC-lər istəməlidir. Başa düşməlidir ki, burada tələbat var. Nə vaxtdan avtobus xəttində sən tələbata da fokuslanırsan? Özü az əhalisi də yoxdur. Yəni ümumi tıxaclara baxsaq, baxın bu Heydər Əliyev prospektini ən çox dolduran hissə Buzovnadan gələn maşınlardır.
Çünki o tərəfdə avtobus xətti Ümumiyyətlə Bakı yoxdur. kəndlərinin müəyyən yerində çox avtobus var, çoxunda yoxdur. Məsələn, mən Eynən. Kürdəxanda qalıram, cəmi bir avtobus var. Biri Azadlığa gedir o yolla, bir də bu yolla gəlir Koroğlu, bir dənə avtobusu yəni başqa Məsəl üçün avtobus da mən yoxdur. mən Buzovnada qalıram, Şağan zonasında qalıram və oradan gəmi bir avtobus xətti keçir, o da Koroğluya gəlir. Səhər tıxac vaxtı bir dəfə prinsipə, hikkəmlə ki onu sübut eləyə bilim deyə, hikkəmlə mən adən səhər tıxac vaxtı saat 8-də mindim avtobusa. Heç 8-də də gəlmədi. Heç bilinmir də nə vaxt gəlir, nə vaxt gəlmir. Yəni düzəməli qrafik də yoxdur. Google-da yazırsan, Google xəritədə yazırsan ki, baxım görüm qrafiki nə vaxtdır. Tutaq ki, göstərir ki 8:10, bu gəlir 8:20-də. Hə, o xəritəyə qəti güvənib yola çıxmaq olmaz. Bu birincisi. İkinci məsələ. Gəlirsən bura, okey, tıxacla gəlirsən bax. Çünki nəyə görə? İnsanlar çoxdur, hamı işə tələsir, məktəbə tələsir. Sən deyə bilmərsən, sən niyə işə gedirsən? Sən ona bu alternativ xətti açmalısan. İşə gedir, 3 dənə avtobus buraxmayasan səhər xəttdə. 5 dənə avtobus buraxacaqsan. Günorta üçün burax. Hə, yəni sən o tələbatı özün izləyə bilmirsənsə, yəni burada bizdə marketinq araşdırmaları belə olurdu. 2-3 dənə dostundan soruşur. Buzovnadan get maşına, avtobusa minərlər. O deyir, yox qaqa, oradan nədə hamı maşınla gəlir. Bu da tələbat sorğu analizi. Orada varlılar yaşayır, oradan gəlir. Orada varlılar yaşayır. Əsal. Bu da vəssalam. Tələbat sorğu analizi bununla da tamamlandı, görbagör oldu. Yəni bu formada eləyirlər də. Məni heç kim inandıra bilməz ki, ayna 5000, 10000 araşdırmalara pul xərcləyir ki, o hesablaya bilsin ki, Buzovnadan 28-ə neçə adamın ehtiyacı var ümumiyyətlə gəlməyə. Yəni bütün iş yerləri mərkəzdə birləşir və sən Koroğlunu eləyirsən qovşan. Yox, əslində doğru deyil. Yəni bu çox belə qəribə və çox belə ikrah edicidir. Çünki okey, mən bu sahə üzrə mütəxəssis deyiləm. Yəni mən bu haqqda heç bir fikir bildirə bilmərəm, amma vətəndaş olaraq sonuna qədər haqqım var. Çıxın deyin ki, hörmətli vətəndaş, bu bizim sorğularımızdır. Bu sorğu əsası, məsələn, mən oranın vətəndaşıyam. Mən Buzovna sakiniyəm. Niyə mən o sorğuda iştirak eləməmişəm? Mənim ailəmdə 5 nəfər var. Niyə o 5 nəfərin biri belə o sorğuda iştirak eləməyib? Niyə mənim məhəlləm o sorğuda iştirak eləməyib? Sorğu keçirmisən deyirsən də, kimin arasında keçirsən bu sorğu? Öz aralarında. Əlbəttə öz aralarında. Qaqa yox, oradan adı nədir? Anvarlıdır. Heç kim maşın. Heç kim avtobusa oturmayacaq. Mən öz bloqumda sorğu keçirdim. Hekayələrimi gün ərzində 8-12 min arası insan izləyir. 3000 nəfər qoşuldu bu sorğuya və o 3000 nəfərdən hamısı eyni şeyi deyirdi. Avtobus xətti yoxdur deyə mən məcburam ki, maşın sürüm. Yox, bizdə də yoxdur. Məsəl üçün eyni durumda bizdə cəmi bir avtobus var. O da ki, yəni gözləyirsən, nə qədər gözləməlisən o gələcək. Avtobuslar hamısı köhnə, bunu dəfələrlə də, hətta mən də özüm dəfələrlə paylaşmışdım ki, yəni bu absurd bir şeydir ki, Bakı kəndi ən doğru gedən bir kəndlərdən biridir hal-hazırda. Sibriz var yanımızda, hər bir şeydə, amma bir dənə avtobus xətti var. Kop vaxtı və qalırsan belə ki, özü 1995-ci ildən qalmış avtobusları gətiriblər ora ki, bu burada olacaq. Kop vaxtı xüsusi avtobus xətləri açmışdılar sakinlər üçün. Kimlər ki, bu kopa gedir, gəlir. Mən onda başa düşdüm ki, Bakı əslində çox gözəl şəhər. Bakını ayına imkan vermir gözəl şəhər olsun. Yəni necə rahatlıq idi. Bunu eləyə bilərsən də. Gələn bir işdə ayna olacaq. Bunu eləyə bilərsən də, bunu il boyu elə də. Bizə necə rahat idi. Bizə necə rahat sən 28-ə gəlirdin və həzz alırdın, nə? Qrafiki ilə idi, hər şey dəqiq idi. Nə bilim, tutaq ki 8:00-da avtobus burada olacaq deyirdi sistem. 8:00-da avtobus orada olurdu. Demək ki, işləyə bilərsiniz də. Gərək kop olsun hər gün ölkədə. Yəni başa düşürsən və bunları görəndən sonra adam daha da qıcıq olur. Ki sən başa düşürsən ki, eləyə bilərlər. Süni əngəllər yaradırlar. Avtomobildə ona görə belə deyim də, nəqliyyat olsa bu, ictimai nəqliyyat olsa, avtomobillər də biraz azalmış olur. Tamam, insan sürər avtomobilin həftə sonu, həftə lazım olduğu müddətdə, axşamlar. Yəni işə gedib gəlmək üçün bu nəqliyyat varsa, niyə də istifadə etməkdir? Mən özüm belə. Yəni ictimai nəqliyyat işləsə normal, mən də elə onunla gedərəm, işə gələrəm.
Amma işim elə yerdədir ki, nə ora avtobus gedir, nə bir şey, ancaq gərək düşəsən, dolayı yolla gedib çatasan ora ki, işə gedirəm. Mən ona görə məcburam ki, avtomobil idarə eləyim və yaxud da harasa gedəndə yenə avtomobil. Taksiyə minirsən, taksilərdə bəzən problemlər olur, normal sürücülər olmur. Yəni qismən baxsan ki, yəni sürücü ilə davaya belə çıxırsan. Eynən, çox razıyam. Orada da o problemdir ki, yəni ya bu olmalıdır, ya bu ya da ki öz avtomobili. Eynən. Ona görə də ən rahat versiyada özünkidir. Özünki O da ki, özünki də olsa belə yenə parkovka məsələsi problem olur. Yenə aynaya gəlirik ki, yenə orada problemlərdir. Durduğun yerdə 20 manat cərimə belə gəlir. Yəni hələ ki, təcrübəmdə aynanın ən bəyəndiyim şeyi bu elədiyi parkinqlərdir. Amma yenə deyirəm, cərimə o qədər sistemlidir. Yəni məsəl üçün mən heç vaxt cərimələnməmişəm. Yəni nə mənada səhlənkarlığımdan cərimələnmişəm. Məndə onlar tərəfdən bir olmuşdu. Yəni öz tərəfimdən də dedi vurmuşdum, amma kod olaraq səhv götürmüşdülər. Ona görə də oradan bir problem yaşanmışdı. Onu bildiyim qədərlə həll edirlər. Mən məsəl üçün bir dəfə cərimələnmişəm. O da səhlənkarlığıma görə demişəm hə vuraram, sonra da yadımdan çıxıb vurmamışam. Amma məsəl üçün ən bəyəndiyim mən artıq ödəmişəm hətta. Yadımdan çıxıb artıq ödəmişəm. Ən bəyəndiyim şey nədir? Məhz bu parking qədər gözəl elədikləri məncə heç də yoxdur. Buradan aynanı tərifləmiş də olduq. Yəni bu qədər gömməyək də. Yəni elədikləri çox qəşəng işlər də var, amma bu belə deyək də daha vacibləri daha gec həll olur deyə istər-istəməz o adamda daha da qıcıq faktoru yaradır. Üstəlik də bilsən necə, sən şəhərin mərkəzində skuter sürüb göstərə bilərsən, biz belə yaşıllaşırıq. Bakı şəhər mərkəzindən ibarət deyil. Yəni düzdür, kənarda var. Və Bakının daha sıx məskunlaşmış regionlardadır. Yəni Bakının kəndləridir, Bakının digər iqtisadi regionlarıdır, yəni rayonlarıdır və s. Yəni elementar ən bəsiti Bakının ən sıx məskunlaşmış rayonlarından biri Nizami rayonudur. Okey, mən Nizami rayonundan skuterla necə gələcəm? Babək prospektində məni arxadan bir dənə maşın vurar ki, mən bir də yerlərdə həvvadır. Ümumiyyətlə tapılmaram da, yəni. Oradan sən necə gələ bilərsən? Mümkündür. Düzdür. Yəni şəhərin mərkəzində skuterlaşma, okey demirəm hər yerdən skuter olmalıdır. Amma hər yerdən avtobus xətti olmalıdır. Yəni mən məsəl üçün uzun müddətdir başa düşə bilmirdim ki, Bakıdan kənarda mən digər ölkələrə səyahət edəndə mənə olan o komfort nədir? Və mən bir anda çatdı ki, komfortum istədiyim anda metro və avtobusla istədiyim yerə gedə bilməkdir. Yəni bu bəziləri üçün belə absurd səslənə bilər, amma bu mənim üçün lüksdür. Ya düzdür. Ki mən rahatlıqla çox ucuz qiymətə 50, 60, 70 qəpiyə 1 manat alaq olsun. Nə bilim, durub adədə Buzovnadan çox rahatlıqla 8 noyabr metrosuna gedə biləcəm. Amin. Buradan metropolitenə də salamlayırıq. Və belə bir sual, yəni bu qədər gömmək aynanı bəsidir. Təriflədi yaxarı. Tərif biraz aradıdır, o da az parkinqin hesabına oldu. Belə bir sual, hər dəfə deyilir ki, qadın və kişi avtomobilləri vardı, o beyindən biz uşaqlıqdan, gənclikdən bu qadın maşınıdır, bu kişi maşınıdır. Sən necə bu fikirdəsən? Yəni mən orada daha çox zövqlərə fokuslanıram. Hər zaman deyirlər ki, qadın, kişi, qadın daha balaca maşın sürər, kişi belə cip sürər. Hər şey də bizə cipdir, yəni o şeyə bölməmişik. Əslində razıyam. Məsəl üçün mənə görə məsəl üçün bir otuzdurduğum bir obraz var da, məsəl üçün uzun zaman yollarda olanda sən o sükan arxasında necə bir tipajın olduğunu təxmin edirsən. Maşının modelinə əsasən, növünə əsasən, sürüş tərzinə əsasən, məsəl üçün yoldaşımla gedəndə deyirəm ki, bunu qoca kişi sürür. Adətən Lexus modellərini adətən belə artıq oturuşmuş qoca daydaylar sürür də. Sürüş tərzindən də başa düşürsən ki, 90-lıq yolda 80-dən sürür və sən onu çox gözəl başa düşürsən ki, o qoca adamdır. Prosta bir problem var. Ay dayı, 80-dən sürürsən, Allah haqqı yaxşı eləyirsən. Bunu 4-cü xəttə sürmədə xahiş edirəm. Çıx 3-cü və 2-ci xəttə sür. Yəni vallahi heç kim heç nə demir sən sürətmə. Amma bunu ən sonuncu zolaqda eləmədə, elə bunu 2-ci zolaqda, 1-ci zolaqda, nə bilim 3-cü zolaqda, yəni 4-cü zolaqda hamının sürətə qoyduğu zolaqda sən orada ki 80-dən sürsən, elə əsəbləşirsən ki, sən arxandan siqnal verirlər. Buradan dayılar da şeylər, yəni düz yolla sürər. Hətta mən onu həmişə deyirəm, təlim maşınlarında da o problem olur ki, orta zolaqla, soxullar. Orta xəttdən gedir.
tam sol xəttlə gedir. Yəni sağ varkən, yəni sənin üçün ayrılmış bir yol var. O sürət həddi az olan bir zolaqla getmək yerinə, yəni sırf o ortadan gedəndə, hətta bu Koroğlu yolunda gələndə bir də görsən ki, təlim maşın gedir, arxadan siqnal basırsan ki, nə olar qurban olum, çək kənara, mən keçim. Sən sür nə qədər bunu belə istəyirsən ego qəbul eləyir. Hə, yəni mən öyrənirəm, yəni tamam, mən də təlimə getmişəm, sən də təlimlə, hamımız təlimlə öyrənmişik, hamımız da şəhərin. Amma mənim təlimçim əsas insanların işə gecikdiyi yollara çıxarmır. Hə də yəni Məsələn, mən Ukrayna qurğunda öyrənmişəm dəlixana. Ora dəlixanadır, travmada o yox. Oradan belə keçirdim. 18 yaşında uşaq, mən uşaq sayıram da. Təsəvvür, soxur sən o Ukrayna qurğuna. Allahım, bir də bura sağ çıxma. Da burada sağ çıxmadan yol elədim. Mən indi belə gedəndə də buradan sağ Ukrayna dairəsində əməli başlı xətləmələr, svetofor falan var. Mənim vaxtımda nə şey yoxdur. Kim oradan girdi? 15 il əvvəldən söhbət gedir. 15 il əvvəldə Ukrayna dairəsində içindən bunun svetofor var idi. Qaldı ki, hələ xəttdə yox. İndi normalda amma yəni indi belə gedəndə deyirsən ki, bir bura sağ keçim, bitsin. Bir oradır, bir Zabratın kruqudur, bir də şeydir. Əvvəl Şəkin kruqu, yəni kim hardan gəldi, oradan keçirdi ki, ümumiyyətlə bizə dairələrdə o gözləmə şeyi hələ də, yəni çünki hələ də bilmirlər ki, hansı işarə dairədə gözlə demək. Hansı gözlədi və kim necə gəldi, bir dəfə hətta özümü belə gəlib az qala vurmuşlar ki, görürsən ki, yəni hələ də bilmirlər onu. Dairədə bilsiz necə olur? Dairədə deməli iki tərəfdə bir-birinə baxır ki, sən mənə yol verəsən, mən sənə yol verəcəm. Görüm hansımız qaydanı düz bilir. Hə, elədir, düzdür, elə bir durumdur. Yəni, o şeyi çox yaşayıram da. Məsəl üçün, görür ki, mən daha inamla qazı basıram. O saxlayırkən deyəsən mən gözləməliyim. Hələ də, yəni o bizim sürücülərdə, yəni sürücülük vəsiqəsi, keçən dəfə də hətta danışan nümayəndə, sürücülük vəsiqəsi tamam oxuyub almaq məsələsi daha çox önə çəkilməlidir. Çünki bu qaydaları və hər şeyi biz həyat yoldaşlarımıza, indi burada belə deyim də, mən konkret tanıdığım insanlar var ki, hədiyyə olaraq nə vaxta qədər ki 700 manat, 1000 manat verib sürücü vəsiqələrini alıb həyat yoldaşımıza verəcəyik ki, Allah get rahatlıqla ölə bilərsən, o vaxta qədər bu yollarda bu problemlər ki azalmayacaq. Məsəl üçün biz rahatlıqla 1000 manatı o sürücü vəsiqəsinə verə bilirik, amma 50 manat verib bir psixoloji seansa gedə bilmirik ki, mən niyə sükan arxasına oturmaqdan qorxuram? Elə qadınlar da gəlir sürücü olur. Burada kişilər də var ha, var, indi yetər qədər kişilər də artıb da, amma daha çox bu hədiyyə məntiqi və mədəniyyəti qadınlara yarandığına görə deyirəm. Elə olduğu halda da yollarda o qəzaların sayı getdikcə artacaq ki, azalmayacaq. Yəni sənin bir maşın qorxun varsa, o sükan arxasına oturma da, get birinci o qorxunu həll elə. Sən o sükan arxasına oturursan, sən zaten qorxursan bu maşından. Qorxduğun bir şeyi idarə edə bilmərsən. Qorxduğun şey səni idarə edəcək. Sən belə çaşıb qalacaqsan ki, ayda arxamdan siqnal basdılar, dərhal sola verim ya da dərhal sola verim. Özümün də elə yəni, bu belə deyil də, sən maşın qorxun var. Məsəl üçün, sürücünün sürmə tərzinə əsasən başa düşürsən ki, deyirəm ki, məsəl üçün, nəzim, biraz ehtiyatlı ol, qabaqdakı qorxur. Mən də ona hər zaman başa düşmür ki, sağ qazı basmalıdır. Yoxsa olduğu sürətlə getməlidir. Yoxsa sağa çıxmalıdır ki, arxasındakı bunu marqatlayır da. Bunu tuta bilmirlər, onu bilmirlər. Yəni fokuslana bilmirlər ki, yəni necə işıq arxada məsəl üçün işıq eləyəndə nədir, nə etmək istəyir. Hətta bu yolda Koroğlu yolunda belə gedəndə orta yolla gedir, bir də görsən kameranı tutur gedir. Yəni çox xahiş edirəm, eləməyin onu. Yazıq yolda, həqiqətən. Bir də çönürəm belə baxıram ki, görüm əlində telefonu tutub belə çəkə-çəkə gedir ki, yəni mən bunu çəkeyim, görüm yolda necə olacaq. Hə. Yəni doğru deyil də, yolun yol qaydası var. Çəkə bilərik, hamımızın xoşuna gələ bilər. Yol boşsa çək nə qədər istəyirsən, amma yolda adam gedirsə, yəni maşın varsa arxanda, yol sıxdırsa bunu etməyin bir mənası. Yox, ümumiyyətlə bunun etməyin bir mənası. Hə də yəni maşın özü. Yəni bir dənə tutaqac alıb ora qoymaq çətin bir şey deyil, bahalı deyil. 7 manat. Mən özümdə qırılıb gedim alım. 7 manat. Yəni ən ucuzu və ən bahalısı arasında çox da fərqi yoxdur o aksesuarların. Yəni o aksesuarlar saxlama da əlində.
Hətta tut belə Al çəkdi. aksesuarı tax ora qalsın orada. Əgər belə vacibdirsə, dayana bilmirlərsə o birisi tərəfdəkilər Yox, və yox. sən belə möhtəşəm iş adamısan, sən ora mesaj yazmasan, səs göndərməsən, oradakılar partlayacaqsa. Hətta bəzən görürsən ki, elə. yolda gedir, telefon qoyublar qulaqlarına gedirlər. Yəni bunu dəfələrlə də yol polisi də bildirir. Hamısı barbar bağırır ki, bunu eləməyin də. Yəni telefonla danışmayın, eləməyin. Çox vacibdirsə Çünki aç bunu, mikrofona qoy, danış. Yolu keçsən bir də görsən ki, sürür. Çünki Gözləyirsən ki, bu yarım saat sürəcək, gedəcək. Mən də bunun arxasınca çünki dönəcəm. egosu o qədər əmindir ki, o səhv eləməz. O yaxşı Yəni. sürür. Özəlliklə də bu kişilərdə olur. Düzdür. Kişilər, məsəl üçün mən bəs- qadınlara desəm belə, amma kişilər bu ego. Mən sükan arxasındayamsa bomba sürürəm, əlində telefon, sürət düşür yavaş-yavaş. Maşın da belə-belə oynayır. Tutuzdura bilmir ki, maşını sola sürməm. Yəni eləmə də bunu da. Yəni sən çox aydın göstərirsən. Okay, elə. Birinci xəttdə elə. 4-cü xəttdə eləmə də bunu, ən sürətli yol hissəsində eləmə bunu. Ona görə psixologiya dəyişməlidir. Psixologiya dəyişməlidir. Yol qaydaları məktəb dərsliklərinə bir mədəniyyət olaraq əlavə olunmalıdır. Ki bu Ən insanlar azından bunu qismən. ailədə öyrənə bilmirlərsə, məktəbdə öyrənsinlər. Əgər bu gün bir oğlan uşağına ailədə sən sürərsən, get otur, dayının maşınına ya da atanın maşınına deyirlərsə, orada heç bir formalaşan mədəniyyətdən söhbət gedə bilməz. Bax, ən bəsiti də oğlan uşaqlarına doğuluşdan ata yüklüyür. Hətta mənim ən qıcıq olduğum və dəfələrlə bu il belə neçə dəfə o qəzalarda ölən uşaqları nəzərə alsaq, uşaqları otuzdururlar qucaqlarında sürməyə. Çox bərbad bir şeydir. Ən zəhləm gedən bir və durumdur. burada belə bir məsələ var ki, birincisi sən algılaya bilmirsən ki, bu hansı məntiqə sığaraq bunu eləyir. Nə qədər həqiqətən bu qədərmi təhlükəsiz olduğunu qavramır. Mənə görə o insanların davranış pozuntuları var. Düzdür. Yəni spektrlıdılar sanki. Gəl otur, Çünki nəyə görə Aysan, ağlı başında olan adam başa düşür ki, bu təhlükəlidir. Mənə görə o davranışı sərgiləyən insanların ciddi spektr pozuntuları var. Ki dərk eləmir bu insanın, dərk etmə qabiliyyəti yoxdur. Adam dərk eləmir ki, mən hər an nəsə səhv eləyə bilərəm və uşağımı öldürə bilərəm. Yəni bu təhlükəsizliyi dərk etmədikləri üçün də mənə elə gəlir ki, bu davranışı sərgiləyən sürücülərdə, insanlarda bir dərk etmə, dərrakə problemi var. Düzdür, razıyam. Yəni mən normal mən insanın elə davranış sərgilədiyini qəbul edə bilmirəm məsəl üçün. Yəni Anlamaram. də gəl otur qucağımda, sür, baxım görüm necə sürə bilirsən. Uşaq hələ balacadır, 7 yaşında, 8 yaşında. Allah öz eləsin. Tormuzu bastın, uşağın başı dəydi, nəsə oldu. Ona görə hər zaman deyirlər ki, uşaqlar arxada oturmalıdır ki, və xüsusi bir oturacaqları olur müəyyən yaşa qədər. Sonra da təhlükəsizlik kəməri olur. Yəni özümüz belə yol gedəndə qorxuruq ki, yəni nəsə olar özümüzə də, normal yol gedək, gələk. Yəni deyirəm, yəni hələ də hamı tam sürə bilmir. Yəni bizim zamanlı atalarımızdan, babalarımızdan keçirik, amma hal-hazırki sürücülərdə belə o problem çoxdur. Özümüz də yolda qarşılaşırıq. Bu uşaqdır. Bunu otur qucağımda, baxım görüm necə sürürsən və yaxud da yanımda oturam, bax gör necə sürürsən. O düzgün deyil. Mən də ondan razıyam. Hər zaman hər hadisə ola bilər. Və bir də orada başqa məsələ də var. Sənə sürücülüyü sənin yaxın adamına öyrətməməlidir. Bunu müəllimi öyrətməlidir. Sürücülük yaxın adamın sənin üstünə bağırması ilə öyrədilən bir şey deyil. Və bunu indi sosial mediada belə zarafatcasına belə təbliğ edirlər də ki, ən çox da qızlarda bu kontentləri görürəm. Sürücülüyü necə öyrənmisən? Arxa fonda yoldaşı üstünə qışqırır. Az eşşək, az belə, az elə sürmə, az belə qaz vermə, az elə. Ya bu onların öyrədə biləcəyi bir şey deyil. Ki mən burada hər zaman buna belə baxıram. Onun özü həqiqətən nə dərəcədə yaxşı sürür ki, hələ bir sənə də bunu öyrədəcək. Ya mənim üçün həyatda bir şey var. Hər şeyi öz bilənlərindən öyrənmək. Mən məsəl üçün papam öyrədir. Mənim papam 1-ci dərəcəli sürücüdür. Böyük tır avtomobilləri sürüb keçən də bildirmişdim verilişimdə. Yəni formula avtomobilləri sürüb o zamanlarda. Yəni böyük bir təcrübəsi var bu yöndə. Mən də hər zaman yanında otuzdururdu ki, bax gör və bütün nişanları, hər şeyi mənə öyrətmişdi və mən elə öyrənmişdim. Çünki mən təlimə gedəndə artıq rahat sürürdüm. Nişanları tanıyırdım, yol qaydalarını bilirdim. Yəni necə tıxacdan çıxacağam, necə olacaq. Amma bəzən heç təlim sürücüləri
onlar belə sürə bilmirlər düz əməlli. Ora mən girməyim. Ora mütəxəssislə eləyərsə onu müzakirə. Çünki mən özüm də bunu dəfələrlə görmüşəm. Elə iş yerim vardı ki, düz təlim avtomobilləri dururdu orada. Oradakı təlimçilərdən mən özüm çox şey öyrənmişdim məsələn. Yaşlı insanlar idi, baxırdın ki, illərlə sürüb təlimçi. Hətta mənə demişdi ki, gəl bir iki dəfə məsələn pulsuz belə bəzi şeyləri öyrəndim də, bilmədiyim indi nələrsə var idisə. Gördüm bu insanlar öyrətməyə meyllidir. Amma cavan xanımlardır. Özü belə dünən öyrənibsə, gəlib kiməsə nəsə öyrətməsi belə yanlış. Mən də xanımdan öyrənmişəm. Amma yəni o çox mükəmməl öyrədi və özümdən sonra neçə adamı belə yönləndirmişəm. Ona görə mən o şeydə qadın kişi seçkili etmə tərəfdarı deyiləm. Baxırsan ki, təcrübəsi olmadan gəlib ki, nə var 3 manat, 5 manat qazandım və öyrədim, amma o da düzgün deyil. Yolda belə o deyirəm, yolun ortasında gedəndə artıq orada məlumdur ki, yəni bu doğru bir hərəkət deyil. Bilmirəm, orada təlimçilərin sertifikasiyası olurmu? Yoxdur deyəsən, məncə yoxdur. Elə ona görə də belədir. Çünki rəsmi sertifikasiya olsa ki, hər kəs təlimçi ola bilməz. Təlimçi olmaq üçün sertifikasiyadan keçməlisən, imtahandan keçməlisən və s. Bəlkə varlardır, bəlkə o yəni o dərəcəsində deməmişəm. Əgər varsa, nə gözəl, amma yoxdursa da olmalıdır təbii ki. Çünki necə həkimlər, necə müəllimlər bunlar da keçməlidir. Çünki insanı yola salır belə deyim, yolda olacaq bu insan daimi olaraq və nəsə də olsa söylən tərəf olacaq ki, səni öyrədən mən nə deyim. Hər zaman da bizdə ki, sən kimi öyrədibsə o nə deyim və sənə prava verən nə deyim, orada da qalır ki, belə, yəni nə edeyim mən? Eynən, razıyam. Elektrik avtomobilləri hal-hazırda yəni gündəmdədir. Hamısı elektrik avtomobilləri, plug-in, hibrid. Yəni çox ki, mən bilməm səndə indi plug-in, məndə benzin, təmiz benzin. Yəni texnologiya, səndə də bu nizamlanma texnologiyalar və texnomama tərəfində vardı. Sənin fikrin necədir? Yəni bir də belə bir sual, daha çox kişilərmi adaptasiya olur bu elektriklərə, yəni sistemli avtomobillərə, yoxsa qadınlar? Bax, mən sənə öz təcrübəmdən deyim ki, mən 2 il əvvəl maşınımı alanda elektrik maşını seçməmə səbəbim o idi ki, bəli, elektrik maşınlar bugün çox gözəldir, amma çox ekonomdur və həm də ki, çox estetik olurlar onlar. Amma burada başqa bir məsələ var da. Məsələ də odur ki, bizim bu maşınları təmir edə biləcək nə dərəcədə ustalarımız var. Bizim nə dərəcədə o elektrik maşınları bir növ elektriklə təmin edəcək stansiyalarımız var. Və mən adətən deyək ki, Azərbaycanın hansısa regionuna gedəndə yolda qalmama ehtimalım neçə faizdir. Və eyni zamanda da deyək ki, mən özümlə öz stasionar enerji doldurma batareyamı aparacağam, amma getdiyim rayondakı enerji gücü buna imkan verəcəyimi mən onu doldurum. Bax, bütün bu suallarıma yox cavabı aldığıma görə mən benzin seçmişdim. Çünki nəyə görə? Yenə deyirəm, Bakının mərkəzində hər şey gözəldir. Bakının mərkəzindən biraz kənara çıxıb baxanda başa düşürsən ki, yox, o deyil. Yəni biz hələ elektrik avtomobillərə məncə hazır deyilik. Kim hazır ola bilər? Həyatı boyu Bakıdan çox az maşınla çıxan adamlar ya da nə bilim maşınla maksimum hansısa 5 ulduz otelə gedən adamlar üçün ki, bu çox əladır. Amma mən regionlara səyahət edirəm. Bəzən səyahət elədiyim yerdə internet belə olmur. Mən ora ömrü boyu elektrik maşınına cəsarət edirəm. Yəni də yolda qaldım, zərətqan qutardı. Zərətqan qutardı. Powerbank yoxdur. Yox, sənin üçün benzin qaçıb gətirə bilməyəcəklər ki, doldur. Bildiyim qədərilə elektrik avtomobillər tam elektrik olmur. Onların nəsə bir zapası dolur ya yox, bilmirəm. Batareykaları olur, amma yenə də yəni mən məsəl üçün bu şeyə görə indi bunu elektrik avtomobilləri ilkindən danışacağıq. Eynən, yəni onu kim ki onu artıq istifadə eləyir, kim ki onun belə hər təcrübəsini qazanıb, o daha yaxşı cavab verir. Amma mən niyə seçməmişdim? Mən daha çox bu istiqamətdən cavab verdim ki, mən hər zaman infrastruktura önəm verirəm. Misal üçün, mən öz maşınımı seçəndə məni çox inandırmağa çalışdılar ki, texniki detalları tapılmayacaq. Yəni bu maşın detallarını tapa bilməyəcəklər və s. Amma mən məsəl üçün müqaviləmdə belə bir anlaşmam var idi ki, mən əgər servisdə eləyirəmsə bu xidmətlərin hamısını və hansısa detal tapılmır servisdə və onu gətirmək zaman alacaq və s. mən o maşını olduğu kimi verirəm şirkətə və ondan daha yaxşı modeli sürməyə davam edirəm ta ki onlar onu düzəldənə qədər. Bu ideal. Xoş, super, əla. Mən də bu formada elədim.
ki heç nə ilə əlləşəsi deyiləm. Maşına belə xüsusi güc yükləmirəm ki, ay yox, mənim maşınım günlərlə orada qalır. Yox, mənim maşınım orada qalacaq, mənə daha yaxşısını verəcəklər və o düzələnə qədər də mən onu sürməyə davam edəcəm. Çünki bu mənim üçün bir nəqliyyat vasitəsidir. Yəni maşına xüsusi bir məna yükləmirəm. Mənim maşınım günlərlə orada qalacaq. Belə Mən olacaq, neyləyəcəm, elə. necə Və bu olacaq? da bu yükü yükləmirəm. Onu götürdülər, bunu verdilər, əla, super. Ondan pis olmasın, ondan yaxşı olsun ya da elə onun özü olsun, okeydir. O formada da davam edəcəm. Mən məsəl üçün bu kriteriya əsasən seçmişdim ki, məsuliyyəti mənim üzərimdə deyil. Məsuliyyəti kimdən ki alıram onun üzərindədir. Yəni onda bu okeydir. Belə bir sualdır. Məsəl üçün, səndə tam belə deyim, nizamamadır, texnomamadır, ailə, övlad. Bəs avtomobillə kontent paylaşanda insanlar sənə hansı sualı daha çox belə yönləndirir ki, yəni çünki fərqli-fərqli sektor. Məsəl üçün, mən avtomobil sektorunda marketinq tərəfindəyəm, sən indi təhsil tərəfindəsən və əlavə öz bloqun. Avtomobil sənin üçün biraz tam fərqli bir sektorda. Çünki bilmirəm, olmusan avtomobil sektorunda çalışmısan ya yox? Yox, çalışmamışam. Turizm bu yön səndə oldu. Bu sənin üçün tam fərqli bir kontentlər idi. Onda nə suallarla qarşılaşdın? Yəni videolarında görürdüm sən ki, icmal eləmişdin avtomobil. Çalışmamışam avtomobil sektorunda, amma belə deyək də, icmalda mənim əsas fokusum nəyədir? Mənə görə, belə deyim də, məsəl üçün bir maşını qadın seçərkən kişidən daha çox ona qadının özü kimi bir qadının fikri daha maraqlıdır. Məsəl üçün mən maşını seçərkən mənim yoldaşım belə çox ön yarğı ilə yanaşırdı mənim maşınıma. Artıq 2 ildən çoxdur ki, sürürəm və deyir ki, nə yaxşı o vaxtı sən mənə qulaq asmadın. Yadımdadır o Nazimlə qırğın davaydı o bir maşının bu maşının. O deyirdi ki, məsəl üçün yox da bu maşın hələ bazarda özünü sübut eləməyib. Deyirəm ki, Hətta sən təzə alanlardan idin o avtomobili deyirəm yeni ki, bazara Koreya çıxanda. maşınları özünü bazarda necə sübut elədi? Hamı sürə-sürə, hamı da gördü tələbat var və hər kəs də başladı detallarını gətirməyə və s. İndi Çin maşınları elədi də və orada icmalı edərkən belə bir detallar olurdu ki, məsəl üçün mən heç vaxt maşını texniki tərəfindən icmal eləmirəm. Bu mənlik deyil. Bu mənim o məhlə arası dili ilə desəm başım üçün deyil. Yəni bunu edən insanlar var. Yəni bunu qat-qat yaxşı edən insanlar var ki, mən bu mövzuda Azərbaycandakı çox blogerə də güvənmirəm. Hətta kişi blogerlərə belə güvənmirəm. Hətta biz özümüz belə bəzən icmala verəndə avtomobilləri görürük ki, yanlış belə şeylər ola Mən daha çox bu mövzuda icmalı izləyirəm Rus və Amerikan blogerlərindən. O da ona görə ki, bizdə reklam mədəniyyəti yoxdur. Yəni sən maşını reklama verirsən və sən deyirsən ki, pis tərəfini demərsiniz. Eynən o tərəfi İcmal eləyən adam bunu belə icmal eləmir. Ödəniş qarşılığında olur Ya, və s. məsəl üçün xaricdə, məsəl üçün Rus blogeri üçün Amerikan, mən burada bizim də blogerləri qınaya bilmirəm. Çünki bazar çox balacadır. Və avtomobil sektorunda Birinə yox deyəcəksən, sən necə avtobloger olacaqsan bəs? Yox, düzdür. Yəni buna deyəcəksən yox, ona deyəcəksən yox, o birisinə deyəcəksən, hardan tapasan bu maşınları icmal eləmək? Yəni o hara qədər öz şəxsi büdcəndən xərcləyəcəksən. Okay, lap deyək, öz şəxsi büdcəndən xərclədin, düzdür? Sən axı bunlarla münasibətdə qalmalısan. Azərbaycanda belə bir şey yoxdur. Sən bir məhsuluna deyəndə ki, bu pisdir, o demir, hə mən bunu düzəldim. O deyir, onu qara siyahıya atırsınız və salam. O bir də bizim heç bir avtomobil markasında görünə bilməz. Bu sadəcə avtomobilə də aid deyil. Bu bir çox sektora aiddir. Düzdür. Peşmansan birinin haqqında bir fikrini olduğu kimi bildirəsən. Ona görə də mən nə edirəm? Məsəl üçün baxıram, okey, xoşum gəlmədi. Elə də açıb paylaşıram. Çünki xoşum gəlmədi. Yəni sən mənə bunu öldürəsən də məcbur eləyə bilmərsən və məncə mənim bloqumun əsas uğuru bundandır. Yəni bloqumu heç vaxt və bəzən də səni buna görə həzm eləmirlər ki, həvva hər şeyin düzündür. Eynən. Yəni bloqumu heç vaxt hansısa məhsula qurban verməmişəm. Və bundan sonra da vermərəm. Məsəl üçün hətta Çanqanı icmal eləyəndə də orada belə bir şey getdi ki, orada icmalda bəyənmədiyim detallarını da dedim. Hətta yoldaşım mənə çəkirdi icmalı və o dedi ki, marka bunu bəyənməyəcək. Dedim, mən də bunu çıxarmayacağam. Təbii ki də Amma nə oldu? Mən o markadan, o brend menecerlərində nəyi çox bəyəndim? Marka bunu çox bəyəndi. Onlar da öz indi başa düşür ki, nəsə orada var, nəsə dəyişməlisə,
Yəni Məsəl zavoda üçün da mən bildirəcək bəyənmədiyim və sair. detallardan biri nə idi? 40 min manat verdim maşında. Sürücü tərəfində düymə ilə arxaya qabağa gedir oturacaq. Yan koltuqda o türklər demiş. Arxaya da tıx. Altından bastırsan qabağa özünü itəlirsən təzə. Ya bu niyə deməklə eləmədiniz ki? Burada niyə buna qənaət eləmək istədiniz? Ya da ki, nə bilim o cür bahalı maşında ki, mənə görə 40 min yetər qədər bahalı maşındır. Bahalı maşında bagajını açırsan, tözdən bağlayırsan, özün bağlayırsan. Mən onu təzə alanda soruşmamışdım. Elə bilirdim düymə ilədir. Bir gün onun düymə yerini axtarmışam. Bəlkə var, mən gördüm. Ən son elə ümidlərdir deyə. Mən ona, yoldaşım da deyir ki, icmala da baxdım, yoxdur. Mən də deyirəm ki, ola bilməz. Belə qiymətli maşında o olmasın. Niyə bunu qoymayıb? Eynən bizdə də bir Amma ondan cəmi 3000 baha maşında o var. Eynən bizdə də bir avtomobil var, hansında ki açılır, knopka ilə açılır, amma bağlamağa gərək özün bağlayasan. Soruşum niyə də elektrik avtomobillərində avtomatik bağlanma yoxdur. Bu da yəni bir problemdir ki, knopkası yoxdur, avtomatikdən də alır, knopka yoxdur. Gərək o dartıb bağlayasan ki, o danq eləməlidir. O da görürsən ki, yəni o boyda maşına pul verirsən, amma gəl ki o yenə dartıb bağlamalısan ki, bağlansın. Bilmirdim. Hə, çünki o avtomobillərdə bəzilərində eləyirlər, bəzilərində eləmirlər. İndi son modeldir 2024. Həmən 2 il əvvəlki modeldən danışıram. 2024 modelidir. Onda belə yoxdur. Yəni digərlərində var, plug-in hibriddə, benzində var. İmенно elektrikdə yoxdur. Açırsan knopkanı, amma özün bağlanmalısan. Elektrikin gücü çatmır. Çatmır. Bəlkə də çatmır. Yəni nədirsə indi onu da tam izahlı mən də bilmirəm, amma o məsələ var idi. Belə bir sual. Məsəl üçün yenə dedin ki, brendlərlə o çəkiləndə, eləyəndə də sənin də bir kriteriyaların olur. Onu da qeyd elədik ki, yəni avtomobillə brend menecerlərinin özlərinə də bildirmisən bu durumlardır. Yəni dürüst olmaq markalarla daha rahatdır. Bizə də avtomobildə nəsə olanda gələndə müştəri, biz özümüz belə ondan soruşuruq ki, nədə problem var, nəyi bəyənirsən, nəyi bəyənmirsən. Çünki o müştəri alan tərəfidir. Biz marketinq olaraq beyninlə işləyirik. Səndə necədir o marketinq tərəfdən satışa, məsəl üçün avtomobili seçəndə görüb maraqlanıb almısan da, marketinq sənin beyninlə necə işləyə bilib? Özün də marketinq sektorundasan. Yəni tam fərqli olaraq alıcı tərəfdə. Məsəl üçün mənə çox maraqlıdır ki, avtomobil alıcı bir qadınsan da, sən nə cəlb eləyib onda? Daha çox marketinq sənin beynində necə işləyib o yöndən? Bax, mən hər zaman bloqumda onu deyirəm ki, bir marketoloq olaraq mən sizə hər zaman nəyi göstərirəm? Bir alternativini. Bir alternativini göstərmə səbəbim odur ki, marketoloq olaraq mən bilirəm ki, bir markanın qiymətinin formalaşmasında markalardan asılı olaraq 20-40% arası marketinq büdcəsinin də qiyməti onun üzərinə gəlir. Və sən bir növ bir markanın marketinq xərclərini də sən ödəmiş olursan, sənə ödətdirmiş olurlar. Yəni ona görə də mən daha çox bunu test eləmə və mövcud sənin büdcənə uyğun alternativləri siyahılaşdırmağı o zamanlar da elə Alan Ərəfətə də izləyicilərimlə paylaşırdım ki, siyahılaşdırmağı prioritet tut. Yəni filankəs bunu alıb, mən də gedim onu alım. Bu doğru qərar deyil. Çünki nəyə görə? Sən bilmirsən o filankəs onu hansı kriteriyalar əsasında alıbdı. Onun gözləntisi ilə sənin gözləntin üst-üstə düşür, düşmür. Məsəl üçün mənim üçün əsas məsələ nə idi? Mən öz büdcə kateqoriyamda neçə min manata qədər qalxa bilirdimsə, maşınları seçdim ki, bu sıfır maşın olmalı idi. Mən Azərbaycanda sürücülərin maşınına, qayğı mədəniyyətinə inanmadığım və güvənmədiyim üçün nəyə görə? Çünki heç biri hesabat tutmur. Çox az faizi hesabat tutur daha doğrusu. Nəylə nə qədər xərcləyəcəm? Hə, yəni məsəl üçün yox, axırıncı dəfə harda oldu, nəyə getdi, nəyinə xərc çıxdı. Mən yoldaşımın maşınını biz satdıq. 2 aydan sonra 400 min probeqi olan maşının Turboazda 200 min probeqlə təkrar satışa qoyulduğunu görmüşük. Eyni maşın. Mənim yoldaşımın maşını öz nömrəsi ilə, nömrəsinə əsasən tanıdıq zaten. Nömrəsi olmasaydı tanımayacaqdı. Yəni belə bir dələduzluq şeyində mən güvənə bilmərəm heç kimə. Və ona görə də mən yoldaşıma dedim ki, nə sən bu sahədə belə dibinə kimi başa düşən adamsan ki, oradan nə maxinasiya eləyə bilərlər, nə mən.
Ona görə də ya da ki, nə bilim, keyfiyyətsiz yağ istifadə eləyəcək. Son satış ərəfəsində deyəcək ki, mən ən yaxşı yağı vurmuşam. Sən nə biləsən o motor korobkasını nə günə qoyub səbir? Eynən mənim başıma gəlib Okay, belə sən bir onu şey. ustada yoxlatdıra bilərsən, amma usta o motor korobkanın içinə girməyəcək ki. Düzdür. Yəni ona görə mən başa düşdüm ki, azacıq aşım ağrımaz başım misalı, atıram da tutaq ki 10-15 min, 15-20 min verib o bəlirsiz bir maşın almaqdan və bütün gün ustalarda qalmaqdansa, ən yaxşısı kreditlə, özdə çox gözəl kredit şərtləri də olur. Kreditlə gedirəm, təzə sıfır maşın alıram. Ən azından 5 il rahatam. Nə bilim, onlar da neçəsə probeqa qədər zəmanət verir və s. də. O probeqa qədər zəmanət deyən və yaxud da neçə min kilometr. 150 min 5 il. Məsəl üçün, və eyni zamanda da rahatam ki, nəsə olsa müqaviləm var. Müqaviləm var. Müqavilənin də şərtləri var. Düzdür, bizdə müqavilə şərtləri oxumağı sevmirlər. Hətta onu mən müqavilə imzalayanda gördüm. Deyir ki, bəs imzalayın, verin də. Deyirəm ki, icazə verin, oxuyum da. Belə, oxuyacaqsınız. Oxuyacağam, əlbəttə oxuyacağam. Bəlkə sən orada mənə nəsə öhdəlik yükülürsən, mənim xəbərim yoxdur bundan. Və müqaviləmi imzalayanda görürəm ki, bu detal da var. Hətta neçə mənim maşınımla eyni maşını alan adamdan soruşuram ki, bəs sən bilirsən müqavilədə bu şey var. Deyir, yox, var idi. Çünki oxumamışam. Oxumayıb və gedir açır, deyir, var, nə yaxşı. Çünki oxumurlar. Deyirlər ki, əşə olsun da. O şeydə, hələ biz o etapa gəlməmişik ki, müqaviləni oxumağa. Bir də qarşı tərəf də icazə vermir. Deyir, imzala ver, vaxtı yoxdur. Gözdə görüm elə bir. Və ona görə də seçim kriteriyalarında hansı maşınlar ələndi? Məsəl üçün, mən indi açıq deyə bilərəm də nələr seçim. Məsəl üçün, mən Kia Stonic, Geely Coolray, bir də Changan CS35 Plus arasında qalmışdım. Bütün ələklərdən sonra. Daha sonrasında getdim Kia Stonic'a baxdım ki, onun panoraması yoxdur. O dərhal çıxdı siyahıdan. Geely Coolray ilə Changan CS35 Plus arasında qalmışdım. Changanda məni özünə çəkən şey nə oldu? 360 kamerasının olması. Tam olaraq. Və bu çox rahat bir şeydir. Bir də səhv eləmirəmsə, doğru xatırlayıramsa, Changanda panorama tam arxaya qədər, arxa oturacağa qədərdir və bu mənim üçün çox önəmlidir. Yəni bəzi insanlar düşünə bilər ki, panorama nə dərəcədə önəmlidir və s. Amma mənim üçün çox önəmlidir, çünki klaustrofobiyam var və ora açılanda mən çox rahat oluram. Yəni elə bilirəm ki, qapalı deyil də, bağlı deyil və s. ki mən onu hər gün açıram, hər gün də bağlayıram, istifadə edirəm. Yəni ona görə də tam olaraq seçim kriteriyalarında özlərini prioritetə qoysunlar. Nəyi istəyir, nəyi istəmir, hansı detal onun üçün maraqlıdır, hansı maraqlıdır. Ola bilər influencerlar, blogerlər, marketinq bunda 20-30% təsir edər. Amma yeni də özü real olaraq günün sonunda özü real olub baxıb bilməlidir. Və buna görə deməməlidir, ayda filan kəs belə demişdi, amma belə deyil. Yox. O onun gözləntisində elə idi. Səndə necə? Sənin gözləntində elə deyil sadəcə. Bu demək deyil ki, o yalançıdır, ya sən doğruçusan, ya da tam əksinə. Bu deməkdir ki, gözləntilər qarşılanmır. Yəni buna bu formada baxmaq daha gözəl və etikdir. Avtomobil almaq istəyən xanımlara 3 qızıl qayda nə olar? Okay, 3 qızıl qaydadan ən birincisi mənim üçün budur ki, əgər hələ də sürücü vəsiqəniz yoxdursa və avtomobildən qorxursunuzsa, psixoloji dəstək alın. Birinci, psixoloji dəstək alın və bu qorxunuzu yenin. Avtomobil qorxunuzu ola-ola sükan arxasına oturmayın. İkinci məsələ o olar ki, büdcənizi real tutun. Yəni real baxın məsələyə ki, bunu eləyə bilərsiniz. Yoxsa filan kəsin gəlini də bunu aldı deyə gedib almayın bunu. Yəni həqiqətən də bunu o bəhs-bəs keçən dövrdə biz onu demişdik ki, bəhs-bəs rəqəmdə varsa mən də gedim ondan alım. Yəni bunu eləmə. Sənin gücün nəyə çatacaqsa, onu al. Və üçüncü məsələ də Bakının yollarını nəzərə al. Sən yekə maşın istəyə bilərsən, amma sən təcrübəsiz olaraq yekə maşını idarə edə bilməyəcəksənsə, özünü də kənardakılarda bədbəxt elə. Yəni parkov etməyi öyrən. Eynən. Və ən birinci qayda da odur ki, zaten sürücülükdə birinci öyrənməkdə daha doğrusu. Sən birinci parkinq etməyi öyrənməlisən. Onu gözəl etdinsə, sən gözəl sürəcəksən. Çünki mən məsəl üçün mənə necə öyrədiblər parkinq eləməyi. Birinci də zaten parkinq eləməkdən başlamışam. Mən də. 2 butulka arasına maşını salmaqla. Mən də papam elə öyrətdi. Yəni 2 butulka, özü də boş butulka. Niyə dolu yox? Çünki dolu butulka aşmaya bilər.
boş butulka havadan belə aşır. İki butulka arasında Aynı kaderi böyle. İki butulka arasına maşını sala bilirsənsə, hə, artıq sən yola çıxmağa hazırsan. Park eləyə bilməyəcəksənsə yola çıxma. Sürücülər görürsən ki, heç parkinqin zolaqlarına belə nəzarət eləmirlər. Mollara girirsən, baxırsan ki, bax Belə balaca, saxlayıb. hə, bax balaca maşın deyə, amma necə saxlayıbsa sən onun yanında saxlayamırsan. Çünki nə o minə biləcək maşına, Məsələn, nə də sənin maşındakı düşə bilməyəcək o maşından. Yəni ona görə də başa düşürsən ki, parkinqi öyrənmək necə önəmlidir. belə bir sual. Kişilərə sözünüz olsa, yəni qadın sürücüləri daha yaxşı anlamaq üçün, yəni qadın sürücülər səni daha yaxşı anlasın, nə olar o kişilərə sözün? Valla mən kişilərə sözümü hər zaman artıqlaması ilə deyirəm. Yəni ümumi götürsək, mən bunu kişi-qadın olaraq bölmək istəmirəm. Burada bir mədəniyyət olaraq bunu istəyirəm daha çox ötürmək. Çünki elə qadınlarımız var ki, məsəl üçün yolda sən onu başa düşmürsən sürən kimdir də. Amma elə qadınlarımız da var ki, dediyim kimi həm qorxusu var, həm sürə bilmir, amma yoldadır. Yəni bu düzgün deyil mənə görə. Ki indi elə kişilərimiz də var ki, qorxur, amma əgər sən kişisən deyə qaz verirlər və çıxır yola, yolda sürür və s. Məyə çox sükan arxasına oturmayıb, ilk dəfə oturur. Eynən. Yəni indi məsəl üçün şəhərdə böyüyən uşaqlarda o şey də yoxdur. Kənd uşaqlarında daha çox olur ki, ata sükan arxasına otuzdurur ya da maşınını yuyur və s. İndi hər yer şəhərdə binalardır. Yəni O binanın şey yoxdur. həyəti yoxdur ki, ata ona maşınını yuduzdura nə isə öyrətsin də. Hamı gedir 50 qəpikdə yuyur, çıxır da məsəl üçün bəsit bir şeylə. Ona görə mənim daha çox əslində ötürməyə çalışdığım şey o olar ki, yollarda biraz empatiya qurun. Həm istər kişisi olsun, istər qadın olsun. Niyə elə qadın sürücülər var ki, sən özün qadın olaraq qorxursan ki, bu saat düşüb sən yolacaq. Yəni nə edirsən də sən də həm suçlu, həm güclü də. Yəni sən baxırsan ki, qaydanda bu pozur. Pəncərəni altır sən bir dənə bozar. Bir anlıq öz doğrularından şübhələnirsən ki, bəlkə mən ona arxadan yol verməli idim ki, gəl nədir keç də. Yəni ona görə biraz daha çox empatiya duyğusu, istər kişisinə, istər qadınına biraz zaman planlamağı öyrənin ki, sən yollarda necə gəldi sürməyəsən, tələsirsən deyə. Məsələn, mən bura gec yatıb qalmışdım və gec gəlmişəm. Amma mən yenə də tələsmirdim. Yox, təbii ki, yəni. Və çünki nəyə görə şeyin boyudur ki, ən pis halda bu çəkiliş olmayacaq. Hə, yəni bu şeylə gəlmişəm. Amma yəni, mən qaza basa, sürə, nə bilim 90-lıq yolda 120 ilə şütüyə, yox, bu mənim xarakterimdə yoxdur. Məntiqlə deyilərdi. Yəni gecikirəmsə artıq gecikmişəm. Olubsa da artıq Ay olub. Samba, bunu reallıq qəbul eləmək, bu daha rahatdır ki, sonrakını düşünürsən də ki, bunun gətirdiyi ardıcıllıq nə ola biləcək? Uzaqbaşı sevincə qurban olum, yalvar. Gedək kafe içək, nə olar? Deyə bunun öhdəsindən gələcəm. Yox, təbii ki, mən də hər zaman onun tərəfdarıyam ki, yəni olan olubsa, niyə mən onun sürətlə? Yəni hə, vacibdirsə, aşırı vacibdirsə, yəni ölüm itimdirsə, onda hə, tamam da, yəni necəsə keçmək olur. Amma yəni bu tənzimlənə bilirsə, Eynən, biraz empatiya duyğumuzu işə salaq və başa düşək ki, yolda hər kəs harasa getmək üçün çıxıb o yola. Heç kim, durun mən bu gün maşın sürüm, görüm Bakı küçələri necədir deyə yola çıxmır. Yəni hə, o çox bir problemdir yəni, ki. o xəstəxanalara gedirsən, növbə gözləyirsən, deyir mən tələsirəm. Bir dəfə başıma gəldi, qayıtdım ki, mən kefimdən gəlmişəm xəstəxanaya. Qadın belə necə bəyəm? Deyirəm, xanım, siz tələsirsiniz. Mən də tələsirəm. Və siz düşünmürsünüz ki, mən də tələsə bilərəm. İndi mən sizin kimi səs-küy salmıram deyə, o deməkdir ki, mən tələsmirəm. Yəni bu da ona bənzəyir. Yəni sürücülər bir-biri ilə empatiya qurmayana qədər ən əsası öyrənərək yola çıxmayana qədər mənəm deyən sürücülərin yol hərəkəti qaydalarını, ən bəsit o ağ zolaqların mənasını bilmədiyini görmüşəm. Ona görə də sükan arxasında oturub qaza basmaq sürmək demək deyil. Arada biraz qaydalara da göz gəzdirin. Heç vaxt gec deyil. Sonda isə belə bir sual, mənim sloqanım avtomobilimizi birlikdə sevək. Yəni çünki avtomobil bizim ikinci evimiz kimidir. Hər zaman da bildirəm ki, nə qədər də bir metal əşya olsa, belə mexanizm olsa, belə bizi A nöqtəsindən B nöqtəsinə çatdırsa belə, bəzən də egomuzda ondan təmin edirik ki, mənim avtomobilim var. Amma biz bunu hər zaman sevməliyik.
Sənin üçün bu gündəlik həyatda necə bir ifadə daşıyır ki? Çünki biz onu necə qorusaq, o da bizə elə çatdıracaq da. Yağını vaxtında dəyişdirək, təkərlərini vaxtında baxsaq, yəni necə evimizə baxırıqsa, onu da elə baxsaq, o bizim üçün daha çox bizi aparıb gətirəcək. Mən buna bilsən necə baxıram? Bax biz millət olaraq xəstəxanaya nə vaxt gedirik? Daş çökülüb dağılanda. Aysa artıq ölümə yaxınlaşanda maşınımıza da elə baxırıq. Yəni biz hər şeyə özümüzə qoyduğumuz hörmət qədər hörmət edirik. Bu deməkdir ki, biz özümüzə hörmət eləmirik. Məsəl üçün, niyə gizlədirik elədiklərimizi? Məsələn, mən deyək ki, niyə gedib təzə maşın almalı oldum? Niyə ikinci ələ heç baxmadım belə, ikinci gözlə belə? Heç ehtimal belə vermədim. Çünki gözümün qabağında görürəm ki, bu insanlar necə maşına davranır. Yəni, mən məsəl üçün aylıq rutin check-uplara gedirəm. Bu haqda paylaşıram. Deyirlər, Həvva xanım, nəsə problemli bir şey var. Deyirəm, yox, bu rutin kontroldur. Əgər 6 ayda bir, yoldaşım deyir, o xəstəxanada deyirsən pul xərcləməsən, deyir, rahatlamayasın, deyir. Heç nə də çıxmır. Deyirəm, lap yaxşı, heç nə çıxmasın Amma zaten. mən yoxladım. Mən əmin olum ki, həqiqətən də heç nə yoxdur, hər şey qaydasındadır və davam edir. Eynilə də maşınlarımızla bağlı. Yəni, özümüzə necə davranırıqsa, əşyamıza da, maşınlarımıza da, ətrafımıza da, insanlara da o formada davranırıq. Özümüzlə empatıqsa, özümüz yorulanda deyiriksə ki, yatmaq istəyirik, maşınımıza da yorulanda qayğı göstərəcəyik. Özümüzün enerjisi bitəndə gedib kofe içiriksə, maşınımızın da yağı qutaranda deməyəcəyik, qoy bir də 2000 də sürüm sonra gedərəm. Deyəcəyik ki, 8000 oldu, getdik bunun yağını dəyişməyə. 5000 dərsində. Yox, sonraki etaplarda aşağı düşürlər. İlk mən birinci dəfə aparıb yağ dəyişmişəm. Sonrasında yoldaşıma apardı. İlkində 8000-dir. Yəni ona görə məsəl üçün o şeydə, o detallarda sən baxırsan ki, sən əslində özünə nə qədər diqqət və qayğı göstərsənsə, avtomobildə də o qədər göstərsən. Çox sağ ol. Bugün bizimlə Həvva Səfərova idi. Həm aynaya toxundu, həm digər mövzulara. Yəni çünki biraz daha dərindən getdik. Həm ictimai nəqliyyat, həm öz avtomobilimiz. Çox sağ ol Həvva, səninlə çox xoş oldu. Mən təşəkkür edirəm. Biz eyni sektordayıq, amma fərqli yəni qollarındayıq. Amma yenə də ixtisasımız belə eynidir və sənin də dilindən həm ana olaraq, həm bloger olaraq, həm influencer olaraq mənim üçün çox maraqlı idi ki, yəni bu mövzunun sən tərəfdən necə qarşılanır? Çünki vloqun daha çox, podkastların daha çox forması qadınlara fokuslanmışdı ki, Eyni. Qadınlar nə istəyir, qadınlar yollarda necədir, avtomobil seçəndə necədir və hər mütəxəssisdən fərqli dinləmək daha çox onlara maraqlıdır ki, hər sektorun, hər mütəxəssisin dilindən eşitmək daha realdır ki, bunlar nə məsləhət görəcəklər. Çox sağ ol bir daha. Mən təşəkkür edirəm dəvətiniz üçün də, indiyə qədər qalıb qulaq asdığınız üçün də minnətdaram. Təşəkkürlər. Sağ ol, çox sağ ol.